Salam. Bu videoda sizə dünyada milyonlarla insanın istifadə etdiyi sağlam qidalanma və çəki nəzarəti üçün hazırlanmış məşhur məhsul Herbalife Formula 1 protein kokteyli haqqında ətraflı məlumat verəcəyəm. Əgər siz çəki vermək, çəki almaq, sağlam qidalanmaq, enerjini artırmaq və ya sadəcə düzgün qidalanma rejiminə keçmək istəyirsinizsə, bu video sizin üçün çox faydalı olacaq. Videonu sona qədər izləyin, çünki videonun sonunda necə istifadə olunur, neçə günə nəticə verir və necə sifariş etmək olar hamısını izah edəcəyəm. Herbalife protein kokteyli balanslaşdırılmış qida məhsuludur. Bu adi içki deyil. Bu məhsulun tərkibində zülal, vitaminlər, minerallar, lif, aşağı kalori var. Bir porsiya kokteyl bədənə lazım olan qidanı verir, amma artıq kalori vermir. Ona görə həm arıqlamaq, həm kökəlmək, həm də sağlam qalmaq üçün istifadə olunur. Bugünkü qidalar çox vaxt çox yağlı, çox şəkərli, vitaminsiz və balanssız olur. Məsələn, adi bir nahar yeməyi. 10 manat, 15 manat, bəzən daha çox. Amma nə qədər faydalıdır, bilinmir. Herbalife kokteyli isə ölçülmüş qidadır. Kalori ölçülüb, zülal ölçülüb, vitamin ölçülüb, mineral ölçülüb. Və ən maraqlısı, bir porsiya kokteyl təxminən 2,85 qəpiyə düşür. Yəni, bir çox yeməklərdən daha ucuz, amma daha faydalı olur. Bu səbəbdən bir çox insan səhər yeməyini kokteyl ilə əvəz edir. Arıqlamaq üçün əsas qayda. Kalorini azaltmaq, amma bədəni zəiflətməməkdir. Adi diyetalarda insan ac qalır, əsəbləşir, yorulur və sonra yenə kökəlir. Herbalife kokteyl ilə isə tox qalır, enerjili olur, vitamin alır, əzələ itirmir, yağ azalır. Ona görə nəticə daha sağlam olur. Bu kokteyl yalnız arıqlamaq üçün deyil. Əgər siz arıqsınız, çəki yığa bilmirsiniz, tez yorulursunuz, iştahınız zəifdir, onda kokteyl yeməyə əlavə istifadə olunur. Bu zaman bədən zülal alır, vitamin alır, kalori alır və sağlam şəkildə çəki artır. Bəzi insanlar nə arıqlamaq istəyir, nə kökəlmək. Sadəcə istəyir enerjili olmaq, immunitet güclü olsun, bədən zəifləməsin, yorğunluq olmasın. Belə insanlar üçün kokteyl ideal qidadır. Səhər yeməyə əvəzinə içmək olar. Mədə ağırlaşmır, yorğunluq olmur, gün boyu enerji olur. Azərbaycanda əsasən 2 dad var, vanil, banan. Dad olaraq milkshake kimidir. Şirin deyil, ağır deyil, rahat içilir. Süd ilə hazırladıqda daha dadlı olur. Su ilə də istifadə etmək olar. Hazırlamaq çox asandır. 2 qaşıq kokteyl, 1 stəkan süd və ya su qarışdır və hazırdır. İstəsən blenderdə meyvə də əlavə edə bilərsən. Adətən istifadə edənlər deyir ki, 3 gün yüngüllük hiss olunur, 7 gün çəki dəyişir, 10 gün fərq görünür, 1 ay ciddi nəticə olur. Amma düzgün istifadə vacibdir. Hər insana eyni proqram uyğun olmur, fərqli olur. Çəkiyə görə, yaşa görə, məqsədə görə, sağlamlığa görə. Ona görə məhsulu almamışdan əvvəl məsləhət almaq lazımdır. Əgər siz də Herbalife protein kokteyl istifadə etmək istəyirsinizsə və sizin üçün uyğun proqram hazırlamasını istəyirsinizsə, əlaqə nömrəsi WhatsApp ilə yazın. Sizə uyğun proqram hazırlayaq. Herbalife, 40 ildən çox tarix, 90+, ölkə, milyonlarla istifadəçi, idmançılar istifadə edir, diyetoloqlar istifadə edir. Dünyada ən məşhur qida proqramlarından biridir. Arıqlamaq istəyənlər, kökəlmək istəyənlər, enerji istəyənlər, idman edənlər, sağlam qidalanmaq istəyənlər, immunitet zəif olanlar, hamısı istifadə edə bilər. Sağlam arıqlamaq, sağlam kökəlmək, sağlam qidalanmaq, enerjili olmaq istəyirsinizsə, Herbalife protein kokteyli yaxşı seçimdir.